Salam millət, mən Əlikop. Bugün Grain Legacy-də challenge edəcəyik. Challenge'ımız belə olacaq dostlar. Grain hər hansı bir silahda zərər vermədən Teddy ilə kanalizasiyadan qaçacaq. Həm də bunu ekstrem modda edəcəyik. Başlayaq oyuna. Gəldim məkana. Kitabı götürüm. Kanalizasiyaya getmək üçün dostlar bug etməyəcəm. Buranı açaq. Kitabı qoyaq bura. Burada karkiye var. Götürüm karkiyeni. Açaq bunu. Götürəcək ki. Gəldim yuxarıya. Taxtanı qıraq. Qoyaq bunu bura. Gəldim bağçaya. Bağçada qarğanın yeməyi var. Qarğada da dostlar makas var. Gəldik. Yeməyini verək. Götürək makası. Gəldik bura. Demək, kəsək bunu. Açaq bu kasanı. Bütün əşyaları bura qoyacam dostlar. Qoymamın səbəbi buradan gəlib götürmək üçün dostlar. Rədətlə kontrolu götürüm. Açaq buranı. Götürək bu açarı. Bu açarı götürüm, kanalizasiya açarını. Açaq bunu. Getdik. Tapmazanı bilirəm dostlar. Görmüşdüm bir yerdə. Birinci kutudur. Açaq bunu. Götürək special keyini. Ölüncə görüb eləməsin. Dayanmasa yaxşı olar orada. Neydi də dayandı. Açaq bu qapını. Buradakı ləti götürüm. Ətə qoyaq bura ölümcək yesin. Bütün kanalizasiya əşyalarını tapdım. Bir dənə qaldı Teddy ilə kanalizasiyadan qaçmaq. Gəldi əsas məsələyə. Teddy'ni götürmək. Getdik. Bura gəldim. Bunu bura atacam. Oradan gəlib götürəcəm dostlar. İndi Teddy'ni götürüb getdik. Birinci kanalizasiyanın bütün kilitlərini açım. Sonra Teddy'ni götürüb qaçacam buradan. Kanalizasiya hazırdır ki. Getdik. Bu qədər. Challenge'ı da bitirdik dostlar. Dostlar video bura qədərdir. Sağ olun, salamat qalın.